Demək, biz bugün Azər müəllimin rəhbəri ilə keçirilən praktik deyərlər, yəni bilavasitə prosesi, o bizə böyük məhəbbətlə öyrətdi. Bu ancaq insanlara məhəbbəti olan bir adamın hərəkəti ola bilərdi. Azər müəllim öz hərəkətləri ilə ümumiyyətlə ölkəmizin əhalisinə, xüsusən periferiyalarda daha mükəmməl tibbi köməyin göstərilməsi, diaqnostikanın qoyulması, dəyərləndirilməsində bizə çox önəm verdi. Və bu önəmə görə Doktor Azərə həm də Tibb Universitetinin assistentidir və öyrətmək onun xislətindədir. Bu xislət onda ən gözəldir, həm də çox gözəl praktik həkimdir. Bizim onunla təmasda olan xəstələrimizdən ancaq razılıq eşitmişik. Demək, triasların dəyərləndirilməsi, biopsiya materialların götürülməsi üzrə bizə çox kömək edir və bundan sonra biz onun köməyini istifadə etməyə çalışacağıq. Allah qorusun. Sağ olun. Çok güzel ki, kristal boşaltı böyle rahat olduğu için çok bir hissediyorum ki kristallar kanama vermeye daha çok meyilli olanlar. Hiç sokması normal da olmadı, hiç sinirlik olmadı ama ben onun boşaldığından sonra yani çok rahat oldum şimdi. Ama sağlıklı ise burada da bir siz bu burada